ümumi uşaq orqanizminin ağız boşluğuna və dişlərin sağlamlığına nə kimi mənfi təsiri ola bilər? Bizim istəyimiz odur ki, ağız boşluğunda ilk diş görünən zamandan artıq valideynlər diş fırçalamağa başlasınlar. Körpə yaşlarda süd dişlərinə düzgün qulluq eləmədikdə, daha sonra daimi dişlərdə də kariesin yaranmağına və yaxud da digər ağız boşluğu xəstəliklərinin yaranmasına zəmin yaradır. Bəs süd dişləri müalicə olunmalıdırmı? Uşaqlarda dişlərin gec çıxmağının bir çox səbəbləri vardır. Ən çox rast gəldiyimiz səbəb vitamin D-nin və kalsiumun əksikliyidir. Süd dişlərlə bağlı miflər çoxdur, hansı ki müalicə olunmamalıdır, yuyulmamalıdır, heç bir ağrı verə bilməz. Bunlar hamısı yanlışdır. Ümumiyyətlə biz pediatrlar uşaqlara 4-6 ayından dəmir preparatları tövsiyə edirik. Bundan başqa bəzən də antibiotiklər də qəbul edirlər. Aşırı dərəcədə antibiotik qəbulu gələcəkdə uşaq orqanizminə nə kimi mənfi təsir göstərə bilər? Xoş gördük sizi, hörmətli bizim kanalın izləyiciləri. Bildiyiniz kimi mən Hüseynzadə Hüseyn, tibb üzrə fəlsəfə doktoru, ağız və üst çənə cərrahı öz səhifəmdə, Doktor Podkast səhifəsində stomatologiya ilə tibbin digər sahələrinin arasında olan kəsişmələr haqqında danışırıq. Bu gün də qonağımız çox hörmətli bizim gənc mütəxəssislər, Kinderdent komandasının uşaq stomatoloqu Nigar Kərimova və Azərbaycan Tibb Universitetinin Təcil Yardım Kafedrasının assistenti və Respublika Uşaq Xəstəxanasının pediatrı, mütəxəssis pediatr Günay Hüseynzadədir. Sizi salamlayıram hər birinizi. Təşəkkür edirəm dəvətiniz üçün. Ümidvaram ki, hər kəs üçün maraqlı olan bir söhbət olacaq bugün. Podkastların ümumiyyətlə televiziya verilişindən fərqi odur ki, burada daha səmimi olur həkimlər və bir-birlərindən diskussiya aparır. Yəni sual, cavab, müzakirə, hətta bəzi hallarda mübahisələr edə bilər. Ona görə mən düşündüm ki, bu gün pediatr və uşaq stomatoloqun birlikdə müzakirə etməsi daha maraqlı olar. Bilirsiniz ki, valideynlər üçün, hər bir valideyn üçün həssas məqamı onun övladlarıdır və həm istər uşaq stomatologiyasına, istər pediatriya müraciət edən zaman çox həssaslıqla yanaşırlar, amma bu həssaslıq bəzən bilmədən də ağır fəsadlara gətirib çıxarda bilər, ya həkimə vaxtında gəlməyə bilərlər və yaxud da ki, daha ifrat dərman qəbulu, vitamin qəbulu verə bilərlər ki, bu da uşaq sağlamlığına, ələxüsusda dişlərin və ağız boşluq sağlamlığına mənfi təsir göstərə bilər. Ümumiyyətlə, orqanizm bir-birinə vəhdət təşkil eləyir. Hər hansı bir orqanda baş verən ağırlaşmalar digər orqanlara da öz təsirini göstərir. Bu baxımdan da mən düşünürəm ki, ümumi somatik vəziyyət, uşağın ümumi sağlamlığı bilavasitə ağız boşluğuna da öz mənfi təsirini göstərə bilər. Ona görə mən belə bir sualla giriş etmək istəyirəm ki, ümumi uşaq orqanizminin ağız boşluğuna və dişlərin sağlamlığına nə kimi mənfi təsiri ola bilər? Uşaqlarda immun sisteminin zəif olması, onlarda tez-tez ağızda gerpetik stomatit, aftoz stomatit, həmçinin kandidoz, müxtəlif periodontoloji xəstəliklər yarada bilər. Ümumiyyətlə pediatr müayinə eləyərkən, yəni ağız boşluğunda da mütləq ətraflı baxır və lazım olarsa stomatoloqa yönləndirir. Uşaqlarda ümumi vəziyyət, ümumi sağlamlıqla əlaqəli ağız boşluğunda yaranan problemlərdə adətən ildə 2 dəfə valideynlərdən xahiş edirik ki, stomatoloqa müraciət etsinlər və müalicə diaqnostikadan keçsinlər. Bu zaman biz daha erkən vaxtlarda təyin edə bilirik ki, hansı bir problemlər var. Həm ağız boşluğuna əlaqədar, həm ümumi sağlamlıq vəziyyətinə əlaqədar artıq yönləndirə bilirik ki, daha düzgün müalicə keçsinlər onlar. Ümumiyyətlə, Azərbaycanda əfsuslar olsun ki, valideynlərdə, ümumiyyətlə hər bir insanda valideynlərə də aiddir, çünki uşaqlar özü həkimə gedə bilmirlər. Periodik uşaq stomatoloquna və yaxud da terapevtin müayinəsinə getmirlər. Ancaq xəstəliyi olanda, hər hansı bir şikayət olanda gedirlər. Bu da xəstəliyin daha ağırlaşmasına gətirib çıxarda bilər. Amma mütəmadi məsələn pediatra gətirsələr, pediatr ümumi somatik vəziyyətinə yanaşı ağız boşluğunu müayinə edib vaxtında uşaq stomatoloquna yönəldə bilər və yaxud da uşaq stomatoloquna mütəmadi gəlsə, o da pediatra öz növbəsində yönəldə bilər. Və bunu da əlavə eləmək istəyərdim ki, adətən valideynlər ağrı olan zaman və yaxud da ki, hansı bir problem olan zaman həkimə müraciət etdikləri üçün bu uşaqlarda qorxunu da yaranmasının bir səbəbidir. Valideynlər mütəmadi müayinə üçün belə olsa, həkimə və yaxud da ki, pediatra müraciət etdikdə artıq uşaqlarda həkimlərə qarşı olan o fobiya biraz üstələmiş oluruq və uşaq bilir ki, o nəsə bir qorxulu bir şeyə gəlmir. Sadəcə müayinəyə, biraz söhbət eləməyə və qorxularını biraz yenirik biz bu baxımdan. Ona görə də valideynlərdən istəyirik ki,
müayinə belə olsa, ildə 2 dəfə, 3 dəfə gəlsinlər, yoxlanışlardan keçsinlər. Ümumiyyətlə valideynlərin bir çoxu Sovet tərbiyəsi alıblar və yaxud da ki, ilk stomatoloji təcrübələr Sovet dövrünə düşdüyünə görə o vaxt qorxurdular və yaxud da ki, edicilər yaxşı deyildi, əllərindən tutub, ayaqlarından tutub, dişlərini çəkiblər. Ona görə valideynlərdə elə bir qorxu var. Amma müasir stomatologiya tam fərqlidir. Qeyd edim ki, Nigar doktor Kinderdent komandasının uşaq stomatoloqudur. Kinderdent özü müasir uşaq stomatoloji klinikasıdır ki, burada hər növ uşaq stomatoloji yardımları göstərilir. Sedasiya altında xüsusi diqqət tələb edən uşaqlar və autizm, Down sindromu və digər diqqət yayınlığından olan həssas uşaqlar stomatoloji müalicələrdən keçir. Ona görə müasir uşaq stomatologiyası tam fərqli, daha əyləncəli, hədiyyələrlə dolu. İndi siz Kinderdent səhifəsinə girsəz, orada siz görərsiniz ki, uşaqlar necə stomatoloji fobiyası olan uşaqlar necə əl alınır, onlarla necə söhbətlər aparılır və o qorxu olur. Və buradan valideynlərə mənim tövsiyəm odur ki, qətiyyən uşaqları iynə ilə, stomatoloqla, həkimlə qorxutmayın. Çünki onların həkim yardımına ehtiyacı olanda artıq onlar qorxu ilə gələ bilməyəcəklər. Ümumiyyətlə, mən çalışdım bugün sualları sosial şəbəkələrdə, bizi illər boyu xəstələrin bizə verdiyi sualların əsasında tərtib edeyim. Və ən maraqlı və ən çox verilən suallardan da biri odur ki, bəs doktor, uşağın dişləri nə zaman fırçalanmalıdır, nə vaxt məncun istifadə edə bilər. Əfsuslar olsun ki, bəzi valideynlər var, uşaqların artıq 6-7 yaşı var, amma hələ dişlərini yumuyublar. Düşünürlər ki, süd dişləri dəyişiləcək, daimi dişlər çıxacaq. Ondan sonra dişləri fırçalamaq olar. İlk olaraq sualım stomatoloqadır. Nigar xanım, uşaqların dişləri nə zamandan fırçalanmalıdır? Bizim istəyimiz odur ki, ağız boşluğunda ilk diş görünən zamandan artıq valideynlər diş fırçalamağa başlasınlar. İlk öncə 6-7 yaşa qədər deyək daha doğrusu, valideynlərin özləri bunu etməyi daha məqsədə uyğundur. Müşayiətin altında olmalıdır. Çünki uşaqlar, körpə uşaqlar fırçanı çox hərəkət etdirməyi sevmirlər, ağız boşluğunda çox diskomfort sevmirlər deyə onlar bəzən tam təmizləmirlər və artıq bu qida qalıntılarının qalmasına və düzgün gigiyena sayılmır bu. Ona görə valideynlərdən istəyirik ki, müşayiət altında dişləri fırçalasınlar. 3 yaşından artıq başlasınlar yavaş-yavaş uşağa özünə öyrətməyə. 6 yaşından sonra sərbəst. Uşaq özü artıq fırçalasın dişlərini. Bəs ümumi pediatrın məsləhətləri nə olur? Mən bilirəm ki, bir çox valideynlər ilk pediatrın müayinəsində gətirirlər uşaqları. Pediatrların ümumiyyətlə protokolunda dişlər nə zamandan fırçalanmalıdır? Bəli, bizə gələn pasientlər də biz hər zaman məsləhət görürük ki, ola bilər ki, diş yəni vaxtında 6-7 ayında çıxmayıb, daha gec çıxıbdı. Amma əlavə qidaya biz 6-7 ayından başlayırıq. Yəni istər ilk diş çıxan müddətdə olsun ya da ki, ilk diş çıxmasa da əlavə qidaya başlasaq, başladığımız müddətdən ağız boşluğu təmizliyi başlanılmalıdır. Yəni isladılmış tənziflə ağız boşluğu gigiyenası olmalıdır. Çünki körpə yaşlarda süd dişlərinə düzgün qulluq eləmədikdə, daha sonra daimi dişlərdə də kariesin yaranmağına və yaxud da digər ağız boşluğu xəstəliklərinin yaranmasına zəmin yaradır. Onda bu fikrimizi konkretləşdirək. Hörmətli valideynlər, sizin övladınızın dişi çıxmamışdan öncədən siz artıq ağız gigiyenasına özünüzü alışdırmalısınız ki, sonradan uşağın özündə də bu vərdiş alınsın. Yəni, sehirli qişanı tənziflə silirsiniz, ilk dişlər çıxandan sonra isə yaşına uyğun fırçalaya bilərsiniz. Sosial şəbəkələrdə valideynlərin verdiyi daha ən çox, belə deyərdim, ikinci dərəcəli sualdan biri odur ki, bəs süd dişləri müalicə olunmalıdırmı? Elə düşünürlər ki, süd dişlərinin siniri yoxdur, süd dişləri düşəcək və yerinə daimi diş gələcək və əgər süd dişində karies varsa, o dişi müalicə etməyə dəyməz, çəkilib gedəcək və s. Ümumiyyətlə, pediatra ilk sualım odur ki, Günah xanım, ümumiyyətlə, süd dişlərinin müalicə etməsək, nə kimi fəsadlar baş verə bilər? Ümumi somatik vəziyyətdən gedir söhbət. Birincisi, ağız boşluğunda gigiyenanın pozulması, limfa düyünlərinin böyüməsinə, adenoidə, digər yuxarı tənəffüs yolu xəstəliklərinin yaranmasına, həmçinin ağız boşluğunda müəyyən infeksiyalar var ki, infeksion endokarditə belə gətirib çıxara bilir. Həmçinin elmi araşdırmalar sübut edib ki, yəni süd dişlərinə vaxtında düzgün qulluq eləmədikdə daimi dişlərdə daha çox 3 dəfədən çox kariesin yaranma şansı olur. Çox sağ olun. Nigar xanım, bir stomatoloq kimi siz deyin.
Karyesli dişlər, uşaqların süd dişləri müalicə olmadıqda nə kimi fəsadlar baş verə bilər? Süd dişlərlə bağlı miflər çoxdur. Hansı ki, müalicə olunmamalıdır, yuyulmamalıdır, heç bir ağrı verə bilməz. Bunlar hamısı yanlışdır. Siniri yoxdur. Siniri yoxdur. Bəli, uşaq heç nə hiss eləyə bilməz. Onsuz da düşəcək. Bu dişlər lazımsızdır. Tamamilə yanlışdır. Tamamilə bu şeylərə qarşıyıq. Süd dişi ağız boşluğunda vacibdir. Çünki daimi dişlər üçün yer saxlayır və vaxtından əvvəl çəkilən zaman müalicə olunmadıqda, erkən çəkimlərdə biz çənə quruluşunda problemlər görürük gələcəkdə və ortodontik müalicələrə ehtiyac duyulur. Üzdə anomaliyalar olur, uşaqların üzləri uzun olur. Sonradan mən bir cərrah kimi əlavələr eləyim. Tənəffüs daralmaları olur ki, tənəffüs yolu daralması olur. Çünki süd dişləri vaxtında müalicə olunub, vaxtında erkən çəkilib, daimi dişlər çıxır və diş sırasında qüsurlar yaratdığına görə sonradan tənəffüs və nitq pozğunluqları yarana bilər. Nitq pozğunluqları çox gördüyümüz, qarşılaşdığımız bir şey. Çünki diş çəkimi, dişlər ağız boşluğunda bəzi hərflərin deyilməyində çox rol oynayır və erkən çəkimlər olduqda artıq hərfləri uşaqlar deyə bilmirlər. Ona görə də süd dişləri mütləq müalicə olunmalıdır. Lazımi vaxta gəlib çatdıqda artıq çəkim olunmalıdır ki, daimi dişi çıxsın və ağız, çənə quruluşu və siz saydığınız problemlər gələcəkdə olmasın. Müasir dövrdə bildiyiniz kimi qida rasionları dəyişib. İnsanlar daha hazır qidalar, yumşaq qidalardan istifadə edirlər və əfsuslar olsun ki, müşahidələrimizdə görürük ki, uşaqların da qidalarının bir çox hissəsi məhz şəkərli qidalardır. Şəkərli qidaların uşaq orqanizminə bir çox zərərləri var. Həm ağız boşluğuna, dişlərə zərəri var, həm də ümumi somatik vəziyyətinə zərəri var. Mən istəyərdim hər ikinizdən fikir alam. Günay xanım, şəkərli qidaların çox qəbulu uşaq orqanizminə nə kimi fəsadlar törədir? Körpə yaşlarda uşaqlarda şəkərli qidalar yemək vərdişi yarandıqda və bu gələcəkdə uşaqlarda piylənməyə, təzyiqin artmağına, müəyyən endokrin pozğunluqlara səbəb olur. Nigar xanım, yəni mən stomatoloqam, bilirəm şəkərin fəsadları nədir. Mən istəyirəm mütəxəssisdən alaq. Ümumiyyətlə şəkərli qidaların qəbulu, şəkərli suların qəbulu, hazır meyvə şirələri və s. bunlar əfsuslar olsun çox qəbul olunur. Bunların ağız boşluğuna nə kimi təsirləri var? Bəli, şəkər bizim düşmənimizdir. Şəkəri həyatımızdan çıxarmaq mümkün deyil təəssüf ki, çünki indiki dövrdə qidaların çoxunun tərkibində şəkər var və biz sadəcə onu kontrol altında qəbul etməliyik. Yəni miqdarına uyğun qəbul etməliyik. Şəkər qəbulu zamanı və dişlər düzgün gigiyena olunmadığı zaman bu gələcəkdə dişlərin arasında şəkər qalıntıları karbohidratın qalmasına gətirib çıxardır və gələcəyə kariesə bir yol açır və ona görə də biz valideynlərdən istəyirik ki, əgər şəkər qəbulunu müəyyən sərhədlər qoya bilmirlərsə, uşaqlardan qəbuldan sonra su ilə yaxalamaqlarını və ya da hansısa bir qarqaralarla yaxalamaqlarını və yaxud da şəkəri qida qəbulu olunan zaman istifadə etsinlər, daha sonra dişlərini fırçalasınlar. Bu kimi istəklərimiz olur və bu şəkər qəbulunu biraz az da olsa zərərsizləşdirir. Yəni kariesin əmələ gəlməsinin biraz qarşısını alır. Günah xanım, bəs indi mən bilirəm ki, günahın bir çoxu valideynlərdədir. Öz rahatlıqları üçün uşaq tez sakit dursun deyənə şəkərli qidalar verirlər. İndi valideynlər uşaqlarının şəkər qəbulunu azalda bilmirlər. Bəs günün hansı saatlarında və yaxud da nədən sonra şəkər qəbul etsələr o qədər də zərərli olmaz? Son dövrlərdə uşaqlar daha çox mağaza yeməklərinə üstünlük verirlər. Biz də hər zaman valideynlərə tövsiyə edirik ki, əsas yemək veriləndən sonra, hansı ki bu daha çox zəngindir, zulalla, lifli qidalarlandır, kalsiumdur, vitamin D-dir, həmçinin ət qidalarının içərisi dəmirlə daha zəngindir. Yəni yetəri qədər, kifayət qədər mineralla zəngin qidalandıqdan sonra evdə hazırlanan da məsəl üçün müəyyən şəkərli qidalar vermək olar və çalışmaq lazım ki, günün birinci yarısında verilsin. Daha sonra ümumi hərəkətlə bu deməli həzmi normal getsin. Qeyd edim ki, bugünkü buraxılışın tərəfdaşı Azadent şirkətidir. Azadent gündəlik ağız qarqaraları, diş macunları, müxtəlif diş fırçalarının satışı ilə məşğuldur Azərbaycanda. Çox keyfiyyətli məhsulları var. Avropa istehsalı olan dərman preparatlardır. Dərman deməyim, bunlar ağardıcı və yaxud da ki, antiseptik maddələrdir. Ona görə sizin də bu məhsullardan istifadə etməyinizi tövsiyə edərəm.
Bizə müraciət edən uşaq pasientlərimiz var. Dişlərində müxtəlif ləkələr, ərklər, hətta bəzən diş daşları olur. Valideynlər bəzən bunu karyeslə səhv salırlar. Biz də təbii ki deyirik ki, bizim klinikaya müraciət edin, Kinderdent komandasına müraciət edin, ondan müayinə etsinlər. Bunun ərk və yaxud da karies olmağını artıq diaqnostik edəcəklər. Ümumiyyətlə, mən bilirəm ki, dişlərin ləkələnməsi, dişlərin rənginin dəyişməsinin bir neçə səbəbi var. Bu həm ümumi səbəblər var, həm də yerli səbəblər var. Mən istəyirəm ilk ümumi səbəblərdən soruşum. Günah xanım, hansı ümumi səbəblərdən dişlərin rəngi dəyişə bilər? Ümumiyyətlə biz pediatrlar uşaqlara 4-6 ayından dəmir preparatları tövsiyə edirik. Bundan başqa bəzən də antibiotiklər də qəbul edirlər. Antibiotiklərdən əsasən tetraskilin uşaqlarda dişlərdə və sümüklərdə deməli sümüyün rənginin dəyişməsinə səbəb olur. Həmçinin ola bilər ki, ana hamiləlik vaxtı və yaxud süd vermə dövründə də müəyyən antibiotiklər qəbul eləsin ki, bu da körpəsində dişin rənginin dəyişməsi səbəb olur. Deməli, dəmir preparatları, müxtəlif antibiotiklər ümumi səbəblər olaraq dişlərin rəngini dəyişə bilər. Bəs yerli səbəblərdən dişlərdə nə ola bilər, nə rəngini dəyişə bilər? Diş ərkləri olan zaman və yaxud da ki, ərklər bir müddətdən sonra daşa çevrilir. Bu ərklərin yaranma səbəbi nədir? Düzgün gigiyenanın olmaması əsas səbəbdir. Çünki uşaqlar özləri fırçalayanda, valideyn nəzarəti olmayanda bu zaman ərklər təmizlənmir və ərklər üst-üstə yığıldığı üçün artıq dişin rəngi dəyişir. Biz bilirik ki, ümumiyyətlə böyük insanlar, yetişkin insanlar 6 aydan bir stomatoloqun müayinəsində olub professional gigiyena, yəni belə deyək, diş daşlarının və diş ərklərinin təmizlənməsi proseduru gedir. Həmin prosedur uşaqlara da mı aiddir? Əlbəttə ki, uşaqlara da aiddir. Süd dişlərinin də professional gigiyenası olunur. Ərklər təmizlənir və daşlar təmizlənir. Bu da yenə böyüklərdə necə hər 6 aydan bir təkrarlandığı kimi uşaqlara da aiddir əlbəttə ki. Onlar da təmizlənməlidir. Onda bu konkretləşdirək fikrimizi. Deməli, əgər uşaq dişlərinin, süd dişlərinin üzərində ərklər varsa, bu ya dəmir preparatları və yaxud da müxtəlif antibiotiklərdən və yaxud da dişlərini sadəcə düzgün fırçalamamaq nəticəsində üzərinə ərk və yaxud da ki, diş daşının əmələ gəlməsi ola bilər. Bu baxımdan da təbii ki, yəni veriliş boyu biz dəfələrlə təkrar edirik, vaxtı-vaxtında stomatoloq və yaxud da pediatr müayinəsinə getmək lazımdır. İnsanları ən çox maraqlandıran məsələlərdən biri məhz rentgen şüalarıdır. Nəinki uşaqları, hətta böyükləri də narahat edir. Çünki bəzən olur ki, biz hər hansı bir diş müalicəsində və yaxud da implantasiya əməliyyatlarında bir neçə dəfə dental rentgen çəkirik və müşahidə edirik ki, xəstələr narahatçılıq eləyir, onlara şübhəli suallar yaranır ki, görəsən bu uşaq onlara pis təsir edir. Amma əslində bizim modemlər, telefonlar, hətta təyyarə ilə uçuş saatlarından asılı olaraq biz daha çox radiasiya alırıq. Nəinki stomatoloji rentgendən alınan şüalar. Nigar doktor, sizə sual vermək istəyirəm. Bu stomatoloji rentgenlərin uşaq orqanizminə nə kimi zərəri ola bilər? Bizim müasir stomatologiyada istifadə etdiyimiz dental rentgenlər, orada olan radiasiya dozası çox azdır. Hətta mən deyərdim ki, bu doza gündə 1-2 dəfə istifadə qida kimi qəbul olunan banandakı olan radiasiyadan da belə azdır. Ona görə valideynlərə deyirik ki, tam təhlükəsizdir, qorxulu bir şey yoxdur. Daha böyük həcmli olan rentgenlərdə, yəni biz buna ortopantomoqrama, 3D tomoqrafiyasında rentgenlərdə xüsusi geyimlər var, hansı ki qoruyucu geyimlərdə örtüklər var. Bunlardan istifadə edirik ki, əlavə bir radiasiya olmasın. Yəni valideynlərin qorxmamalıdırlar rentgendən. Müasir dünyanın ən qorxulu xəstəliklərindən və ən çox yayılmış xəstəliklərindən biri də məhz şəkərli diabetdir. Əfsuslar olsun ki, Azərbaycan bu sırada dünya sıralamasında ilk yerlərdədir. Ümumiyyətlə şəkərli, anadan gəlmə şəkərli diabet xəstələri və yaxud da sonradan qazanılmış şəkərli diabet uşaqları var ki, bunların da həm somatik vəziyyətinə, həm də ağız boşluğuna bu xəstəliyin müəyyən tərəfləri var. Mən istəyərdim Günay xanım bir pediatr kimi öz fikirlərini söyləsin. Şəkərli diabet xəstələrində ağız quruluğu daha çox olduğuna görə onlarda diş əti, yəni periodontoloji xəstəliklər, həmçinin ağız boşluğunun infeksiyaları daha tez-tez olur. Bunun üçün biz tövsiyə edirik ki, onlar tez-tez həmin uşaqlar tez-tez ağızlarını maye ilə yaxalasınlar ki, quruluq aradan götürsün ki, həmin bu fəsadlaşmalar da yaranmasın. Ağız qoxusundan danışmaq istəyirəm. Uşaqlar nə qədər kiçik olsa da, bəzi uşaqların ağzından həqiqətən də çox ifunət hissi gələ bilər. Bunun həm dişlərlə bağlı, həm də
burun boğaz sistemindən bağlı ola bilər. Ümumiyyətlə ağız qoxusunun gəlmə səbəbləri nədən ola bilər? Nigar xanım, istərdim birincisi başlayasınız. Mən stomatoloji tərəfdən deyim. Ağızda düzgün gigiyena olmadığı zaman, diş ərkləri, diş daşları olan zaman və çürüklər də eynən, karies özü də bir qoxunun bir səbəbidir. Bu zaman ağızda uşaqda qoxular biz görürük və valideynlərə tövsiyə edirik ki, əgər ərk və daşla əlaqəlidirsə, gigiyena olunsun, professional gigiyena olunsun. Yox, əgər çürüklərlə əlaqəli bir qoxudursa, bu zaman həmin çürüklər təmizlənsin ki, həmin o qoxu gedir o zaman ağızdan. Günah xanım, bəs ağızdan qoxunun digər orqanlarla nə kimi əlaqəsi var? Məsələn, mədə, bağırsaq, həzm sistemi və digər orqanlarla əlaqələndirməsini istəyərdim. Uşaqlarda adenoidin olmağı, yəni burunda ətin olmağı, artıq ətin olmağı, eləcə də tonzillitdir, xroniki tonzillitin olmağı, həmçinin mədə-bağırsaq xəstəlikləri, əsasən qastroezofageal reflü, uşaqlarda tez-tez halitoz dediyimiz ağız qoxusunun, pis qoxunun yaranmağına səbəb olur. Ona görə də ətraflı müayinə olunmalıdır və səbəbə uyğun müalicə başlanılmalıdır. Yəni ən çox uşaq kiçik yaşlarda ən çox rast gəlinən burun boğaz ətidir, belə el arasında belə deyirlər, adenotonzil deyirlər. Orada həm infeksiya mənbəyidir, hətta onlar karieslərin yaranmasına da səbəb ola bilər. Çünki ağız boşluğuna əlaqəli olduğuna görə daim orada bakteriyaların sayı artıq olur. Həm də ağızdan pis qoxunun gəlməyinə səbəb ola bilər ki, uşağın dişlərinə baxa bilərsiniz, tam sağlamdır, heç bir ərpi yox, düzgün qidalanır, dişlərini yuyur, amma ağızdan yenə pis qoxu gəlir. Bu zaman adenotonzilin müayinəsinə, yəni qulaq burun boğaz həkimi müayinəsinə getmək lazımdır ki, problemin orada olub-olmamağı aşkarlansın və Günah xanım dediyi kimi bəzi hallarda isə mədə-bağırsaq sistemindən bağlı ola bilər ki, yenə də pediatr müayinəsinə getmək lazımdır. Bu cür adenoid və tonzillit infeksiyaları keçirən uşaqlarda əsas səbəb beta-hemolit streptokok olur ki, bu da gələcəkdə əgər yəni düzgün müalicə olunmasa, antibiotik terapiya və ya tonzillektomiya olmasa, bəzən infeksion endokarditə, yəni ürəyin infeksion xəstəliyinə belə gətirib çıxara bilər ki, bu cür ağırlaşmalar da verilir. Yəni sadə baxsaz da, amma bunun böyük bir fəsadları var. İstər kariesli diş olsun, istər burun boğazda olan hər hansı bir patoloji proseslər olsun, gələcəkdə düzgün üzərinə düşülməsə, müalicə aparılmasa, gələcəkdə daha böyük fəsadlar yarada bilər. Valideynlərdən gələn daha bir sual var ki, bəs uşağımın dişi gec çıxır, uşağın 1 yaşı var, amma hələ dişi çıxmayıb. Bunun səbəbi nə ola bilər Günah xanım? Mən istəyirəm bunu pediatr tərəfdən siz deyəsiniz, çünki bu ümumi somatik vəziyyətlə bağlıdır. Uşaqlarda dişlərin gec çıxmağının bir çox səbəbləri vardır. Ən çox rast gəldiyimiz səbəb vitamin D-nin və kalsiumun əksikliyidir. Bundan başqa həmçinin qalxanbəzək vəzin funksiyasının azlığı, məsələn hipotireoz, eləcə də məsələn raxitdir, digər mineral və vitamin çatışmazlıqlarından da, kompleks çatışmazlıqları da dişin gec çıxmağına səbəb ola bilər. Ona görə də biz səbəbi araşdırmaq, ona uyğun düzgün vitamin və mineral dəstəyi verməliyik. Həmçinin düzgün sağlam qidalanma da burada çox önəmlidir. Əfsuslar olsun ki, Azərbaycanda ağrı kəsicilərdir, antibiotiklərdir, çox kontrolsüz qəbul olunur və bu uzun illər uşaqlar xəstələndikcə, hər hansı bir 37 dərəcə qızdırma olduqca və düzənsiz antibiotiklərin qəbuluna başlayırlar. Mən bilmək istəyirdim ki, ümumiyyətlə aşırı dərəcədə antibiotik qəbulu gələcəkdə uşaq orqanizminə kimi mənfi təsir göstərə bilər. Uşaqlara yersiz antibiotik istifadə etdikdə uşaqların immun sisteminin zəifləməsinə, həmçinin mədə-bağırsağın da, yəni immun sisteminin zəifləməsi, ümumi daha tez-tez xəstələnməyinə gətirib çıxarır. Amma bəzi valideynlər isə antibiotiki həkim təyin eləsə də vaxtında verməyəndə daha da bakterial ağırlaşmalar gətirib çıxarır. Ona görə də mütləq pediatrın məsləhəti ilə lazım dozada verilməlidir. Amma bəzi məsələn ağız boşluğu xəstəlikləri var ki, onlarda yəni elmi araşdırmalarla sübut olunub ki, həm uşaqlarda, həm də böyüklərdə yəni amoksisilin, klavulon tərkibli antibiotiklər düzgün dozada və düzgün gün sayına verdikdə daha yüksək effekt əldə etmək olur. Təşəkkür edirəm xanımlar, bugün gəldiniz, dəvətimi qəbul etdiniz. Xatırladım ki, bugünkü qonağımız Azərbaycan Tibb Universitetinin Təcili Yardım Kafedrasının assistenti Günay Hüseynzadə, mütəxəssis pediatr və Kinderdent komandasının uşaq stomatoloqu və terapevti Nigar Kərimovaydı. Təşəkkür edirəm xanımlar, dəvətimi qəbul edib gəldiniz. Sonda istəyərdim ki, həm pediatr, həm uşaq stomatoloqu valideynlərə müraciətini etsin. Mən bir uşaq stomatoloqu kimi valideynlərə tövsiyəm odur ki, dişlər bütün həyatımız boyu bizimlədir və buna görə də
gündə ən azı 2 dəfə fırçalamaq və ildə ən azı 2 dəfə həkim stomatoloq müayinəsində olsunlar və dişlərini qorusunlar. Bu bədənin də bütün bədənin sağlamlığına da öz təsirini göstərir. Mən də bir pediatr kimi deyə bilərəm ki, uşaqlar bizim gələcəyimizdir və uşaqların həm psixoloji, həm də fizioloji sağlamlığına hər bir valideyn mütləq riayət etməlidir. Hər zamanki kimi mən deyirəm, sağlamlıq dişlərdən başlar və ağız boşluğu bizim orqanizmin giriş qapısıdır. Bu baxımdan da dişlərimiz sağlam olmalıdır ki, bütün orqanizmimiz